İsraf et. Taban vaxtını belə bir səhvə yol vermişsən, insan deyil. Zamanında belə bir səhvə olur. Hələ səni tanımırdı, tanışdayıq. Dedim, məsələ belədir qardaş. İndi inşallah ki, mən bura alçımanı vurdurmaq istəyirəm. Dedim, bir səndən məsləhətləşim ki, alçımanı bura vurum, yoxsa vurmayım. Daha vurulmuşam, özü xoşum gəlmir. Yəni, çox yumuşaqdır. Məhsul özün yeniləməlidir. Barmaq basırsan, batır qalır içəridə. Bu da bizim mağazada olan məhsul nümunəsi. Görürsünüz necə özünü yeniləyir. Amma alçıman vurdurandan sonra nəsə eləmək artıq gec olur. Elə sən mütəxəssissən. Bir dedim məsləhətləşim səndən ki, alçımanı vurdurmaq istəyirəm. Alçımanın altından nəsə əlavə buna vurdurum, vurdurmuyor. Qalmışam belə. Bir neçə il öncə izolyasiyası vurulub. Amma hiss olunur ki, qeyri-professional tərəfindən izolyasiya olunur. Yəni izolyasiya ustası başqadır, məhsulu götürüb püskürtmək başqadır. Burada məhsul püskürtülüb. Yəni izolyasiya demək deyil. Çünki izolyasiya kamil bir şəkildə heç nə olmalıdır. Bütün hər bir tərəfə diqqət olunmalıdır. Məsələn, tərəfimizdən qalxdıq yuxarı baxdıq ki, çoxlu boşluqlar var. O boşluqlardan sabah hava axını işləyəndə məhz tavanda qaralmalar baş verir. Bir müddət əvvəl gəlib baxış keçirmişdik. İki işin bir yerdə görülməsi üçün müştəriyə təklif verdik ki, siz alçımanın konstruksiyalarını yığın, amma alçımanı vurmayın. Konstruksiyalar, profillər yığıldıqdan sonra yığılanda artıq bura ki, ayaqaltı qruplar, bu ayaqaltıdan həm biz istifadə edə bilirik, həm də alçıman ustaları istifadə edə bilir. Bu işi görən usta olsun. Hər iki halda diqqətli olmalıdır ki, izolyasiya mərhələsində heç bir boşluq qalmamalıdır. Yəni, ona görə də izolyasiya mərhələsində maksimum diqqətli olmaq lazımdır. İndi hazırda ustalarımız tərəfindən bütün boşluqların hamısı bağlanacaq. Müştəriyə təhvil veriləcək. Xeyirli olsun sahibinə. 114 izolyasiya qrupu xidmətinizdə.